Bişməyi ilə bitməyi bir olan həmin o ıslaq kekin resepti ilə sizə gəlmişəm. Çox möhtəşəm alındı. Əminəm ki, siz də bu reseptlə hazırlasaz çox bəyənəcəksiniz. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Keçək hazırlanma qaydasına. Bizə lazım olacaq 4 ədəd yumurta. Siz bunu 3 ədəd də edə bilərsiniz. Üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. Şəkər tozu ilə yumurtanı qarışdırdıqdan sonra üzərinə 1 stəkan duru yağ və yarım stəkan da su əlavə edib yenidən qarışdırırıq. Və üzərinə 1 paket qabartma tozu, 1 paket vanil və 2 yemək qaşığı kakao, 2 stəkan da un əlavə edib qarışdırırıq. Tamamilə topak qalmayacaq şəkildə qarışdırırıq və qarışdırdıqdan sonra hazırlayacağımız qəlbin içərisinə əlavə edib sobada 250 dərəcədə 15 dəqiqə bişiririk. Sosu üçün bizə lazım olacaq 1 stəkan yarım şəkər tozu, 1 stəkan yarım su, yarım stəkan duru yağ və 2 yemək qaşığı kakao da əlavə edib qazın üzərində 10 dəqiqə qaynadırıq. Keksimiz bişdikdən sonra isti-isti kəsirik və sosunu əlavə edirik. Xanımlar, sosu əlavə elədikdə sosu sizə çox gələ bilər, amma xeyr, sosu tamamilə canına çəkəcək. Hazır olduqdan sonra yarım saat dinləndiririk ki, sosu tamamilə canına çəksin. Yarım saat dinləndikdən sonra servis edib nuş edə bilərsiniz. Əminəm ki, hazırlasaz siz də çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.